Hörmətli izləyicilər, 12 mərtəbəli binada 2 otaqlı mənzil satılır. Bura mənzilin girişidir. Giriş hissəsidir. Bura koridorudur. Koridor hissəsidir. Burada sanuzelidir. Hamamı, tualeti ayrı-ayrıdır. Sanitar qovşağı. Buradan giririk. Girişdə zaldır, qonaq otağı. Baxa bilərsiniz. Tam təmirli, əşyalı mənzil satılır. Bütün əşyalar qiymətə daxildir, evdə qalacaq. Baxa bilərsiniz. Təmirli bir mənzildir. Bura zal hissəsidir. Ev deməli 86 kvadratdan ibarətdir. Aşağı mərtəbədə yerləşir. 12 mərtəbəli binadadır. Bura zalıdır, qonaq otağı. Bütün əşyalar yenidir. Az istifadə olunan əşyalardır. Patolog ekrandır, yığma. 86 kvadratdan ibarətdir. İkinci mərtəbədə yerləşir. Keçək o bir otaqlarla tanış olaq. Bütün əşyalar qiymətə daxildir. Bir xaladenikdən başqa xaladenik götürüləcək. Bura giriş hissəsi. Girişdə deməli burada sanuzeli ayrı-ayrıdır. Bura hamamıdır. Burada tam təmirli bir evdir. Pol isti poldur, kombi sistemidir. Polu isti poldur. Bakabilirsiniz. Burada girişdə sol tərəfdə ayrı-ayrılıqdadır. Kvadratı böyükdür mənzilin. Buradan keçirik. Koridordan daxil oluruq yataq otağına. Yataq otağı da tam təmirlidir. Əşyalar hamısı evdə qalacaq. Baxa bilərsiniz. Spalnidən balkona çıxış var. Bura balkon hissəsidir. Buradan tanış ola bilərsiniz. Geniş bir balkonu var. Düz parkın yaxınlığıdır. Hər tərəfə yaxındır. Bura balkon hissəsi. İki tərəfə balkonu var. Tavanı da hündürdür bu binanın. Harasa 3.40'dan yuxarıdır tavanı. Yığma tavandır. Buradan keçirik mətbəxinə. Koridordan belə gəlirik. Mətbəxə keçid. Mətbəxidir. Mətbəx mebeli də yenidir, təzədir. Bütün əşyalar qiymətə daxildir. Bir bu xaladenikdən başqa qalan hər şey qalır evdə. Buradan da balkona çıxışı var. Burada kombi aparatıdır. Görürsünüz. Gözəl bir mənzərəsi var. Dağlara mənzərəsi var. Burada kombi aparatıdır burada. Gördüğünüz bu ev satılır. Bütün əşyalar qiymətə daxildir. Mebel də bahalı mebeldir. Paltar yanı hamısı var.
Qiyməti videonun altında qeyd olunacaq. Start qiyməti 115.000 manata təklif edilir. Real alıcıya qiymətdə razılaşma olacaq. Diqqətinizə görə sağ olun. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.